Əziz dostlar, həmişə bəhs etdiyim o gözəl çiçəklər, qar çiçəkləri bunlardır. Hansı ki deyirdim kosalarda bütün ərazilər yazda bax belə başdan ayağa bəzənmiş vəziyyətdə olur. Görürsünüz, həm ağ rəngi var, bütün çiçək rayısı var, biraz açıq rəngi var. Bu vaxtlar Qarabağın bax bu meşələri başdan ayağa bu gözəlliklərlə bəzənmiş, örtülmüş vəziyyətdədir. Dünyanın cənnətidir. Sanki bir rəssam burada bir əlini gəzdirib. Bu çiçəklər o qədər bir sevgi ilə yaradılıb ki, bax mən burada olmağı dünyanın heç bir varına, dövlətinə dəyişmərəm. Bura dünyanın ən gözəl yeridir, ən xoşbəxt məqamıdır. Və mən də özümü çox xoşbəxt hesab edirəm ki, biz öz qar çiçəyimizə qovuşmuşuq. Allah qismət eləsin. İnşallah kosalarda az bir məqamdan sonra ocaqlarımız yansın, evlərimiz tikilsin, yenidən bu gözəl gülləri hər gün görə bilək.